Bir insan ömrünün bir müddətini ibadətlə keçirdir. İbadətin bəxş eləyəcəyi şirinliyi dadmır. Onun yerinə yenə də həyatında bir sıxıcılıq var, yenə də həyatında bir darıxdırıcılıq var. İbadətin aradan aparmalı olduqları şeylər aradan getmir. İbadətin sənə gətirməli olduğu şeylər sənin əlinə gəlmir. Deməli, nəsə yolunda getmir. İbadət eləyirik, məsələn, amma təkəbbürümüz getmir. İbadət eləyirik, məsələn, amma yalanı tərk etmirik. İbadət səni dəyişmirsə, təsəvvür edin ki, həkim sənin xəstəliyini müəyyən edib, sənə dərman yazıbdır. Dərman öz təsirini göstərmir. Bizim vəziyyətimiz budur ki, mən namaz qılıram, amma namaz mənə təsir eləmir. Mən oruç tuturam, amma oruç tutanlar təqvalı olmalıydı. Mən təqvalı olmuram. Bəzən də dərman özü dərdə çevrilir. Qəbul elədiyin dərman bədəninə zəhərlənmə mi verir? Dərmanın pisliyindən deyil, vaxtının keçməyindən deyil. Dərman özü səndə bir dərdə çevrilir. Məsələn, ibadətin sənə təkəbbür gətirir. Elə bilsən ki, sən bağışlanmışlardansan və hamıya yuxarıdan aşağı baxırsan ki, mən vuramazam. Bağışlanmışlardanam, siz cəhənnəmə gedənlərdənsiniz və s. və ilaxır. Məşğul olduğun ibadət belə, elə bilsən ki, sən xüsusi seçilmişlərdənsən, xüsusi sən imtiyaz sahibi olanlardansan. Bununla da elə bilsən, dərmanın sənə dərman kimi yazılmış resept elə sənin özünün dərdinə çevrilir. Din isə gəlibdir ki, din də deyirlər ki, bizə deyirlər ki, gəlibdir ki, insanın həyatından günahları çıxartsın bir-bir və insanın həyatı daha gözəl keçsin, daha şirin keçsin, daha keyflə keçsin, ləzzətlə keçsin və günahsızlığın ləzzəti ilə bu həyatı yaşayasan. Hər bir insan fitri olaraq bu ləzzətin dalıncadır. Biz buna xoşbəxtlik də deyə bilərik, biz buna səadət də deyə bilərik. Bu səadət özü nədir? Səadət özü, xoşbəxtlik özü o şeydir ki, bir şeydən ləzzət alırsan. Bir şeydən ləzzət alırsan. Ya yaşayışından, nədənsə də, yəni sən ləzzət alırsan və bu ləzzət, bu rifah, bu rahatlıq davamlı olanda sən özünü xoşbəxt hiss edirsən, davamlı olan. Yəni ləzzətin, rahatçılığın, rifahın davamlı olmasına sən səadət kimi baxırsan. Əgər yox, sənin həyatın neçə illərdir acılar içərisində keçirsə, elə sən çətinlikdən çətinliyə, yəni ancaq və ancaq sənin həyatında bir acılar varsa, o acıların, çətinliyin ən az həddə yaxınlaşdığı vaxt sən özünü xoşbəxt hiss edirsən. İndi daddığın ləzzət sənin sabahını qaraldırsa, biz ona xoşbəxtlik demirik. Qısa müddətli ləzzətlərə xoşbəxt desəydik, onda biz gələk narkomanlara haqq qazandırardıq. Onlar da allanıblar və o ləzzətin dalından gediblər, amma biraz agah insanlar o narkoman həmin həzzi daddı, özü hələ başa düşmür. Həmin həzzi daddığı vaxt qıraqdan baxan müdür insan deyir ki, bu öz sabahını bədbəxt edib. İndi sabah bunun vəziyyətinə baxarsınız. İndi sabah yarım saat sonradımı, 3 gün sonradımı, 1 ay sonradımı müəyyən bir sabahdır. Və yaxud da görürsən ki, bir adam var, deyir ki, bu dünyanı yaşamaq lazımdır, xoşbəxt yaşamaq lazımdır, ləzzətlə yaşamaq lazımdır. Görürsən ki, bir ailə başçısı maaşını alır və bir günə, 2 gün o maaşı tamamilə dağıdır. Və elə başa düşür ki, o bir gün, 2 gün içərisində mən nə gözəl yaşayıram. Amma qıraqdan biraz baxan, o sağlam o öz ailə keçimini doğru proqramlaşdıran, biraz ağlı özündə olan insan başa düşür ki, bu 2 gündən sonra dizinə vurub ağrıyacaq. Qara günləri başlayacaqdır. Əli Əleyhisselam buyurur ki, həqiqi səadət insanın işinin xoşbəxtliklə bitməsidir. Sonunda. Həqiqi bədbəxtlik də insanın işinin bədbəxtliklə nəticələnməsidir. İnsan üçün sabah anlayışı fərqli ola bilər. Məsələn, balaca bir uşağa sabahı bilmir axı. Balaca bir uşağa desən ki, bax, bu hamıda olubdur. Sənin uşağın əlində bir konfet var, onu başqa bir uşaq istəyir və ata olaraq deyirsən ki, onu ver qaqıya, sabah sənə bundan çox alaram. Vermir. Siz nə? O bilmir sabah nə deməkdir. O sabahı uzun görür. Öyle bilir ki, sabah gəlməyəcək. Sən ona real vaxt deyirsən, onu başa düşmür. İnansa verir. Sabahı inansa ki, atası bunu sabah ondan da çox verəcəkdir, inanır. İndi bizə Allah deyir ki, belə bu cür olun, sabahınız yaxşı olacaq. Biz niyə olmuruq? O sabaha inanmırıq. Biz deyirik ki, bu sabah nə vaxtdır? Yəni, sabah bizdən ötürü uzaq bir məsafədədir. Yəni sabaha inananlar məsələn səxavətli olur.
Başa düşür ki, bu gün verdiyini elə sabah, elə günü sabahları onun artıqlamasıyla əldə eləyəcəkdir. Bir salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ona görə də hələ iman gətirənlərin imanındakı zəiflik ucbatından axirət adlı sabahı uzaqda görməyə bir qırağa. Bir də ümumiyyətlə axirətə iman gətirməyənlər var. Məsələn, tutaq ki, materialistlər var. Axirətə iman gətirməyənlər, materialistlər bu dünyadakı davamlı keyfi səadət adlandırırlar. Əsas odur mən ləzzət alım. Necə təmin eləyirəm? Yəni bunun məndən sorğu-sual yoxdur axı. Mən tək ki bu dünyada bilim ki, hələ bir bu qazancım indi bax bu hərəkəti eləsəm mən bir 20 il dərsiz-sərsiz yaşayaram. Elə hesablayır və addım-addım. İslam isə maddi həyatdan daha üstün xoşbəxtlik vəd edir və sabahı bu dünyada görmür. Möminin sabahı axirətdir. Allah Hud surəsinin 108-ci ayəsində buyurur ki, xoşbəxt olanlar cənnətdədirlər və sonra deyir ki, bu kəsilməyən bir bəxşişdir. Verilir və intihasız verilir, nəhayətsiz verilir. İslam dini bizə dünyanı tərk etməyi əmr eləmir. Demir ki, dünyanın tamamilə tərk-ü dünya olun. İslam dini tərk-ü dünyalığı dəstəkləmir. Amma deyir ki, dünyada özünüzə qarşı bir tədbir görəndə nəticənin axirətə aid olduğunu da yaddan çıxartmayın. Nəticənin axirətdə olduğunu bildirir və deyir ki, mükafat da Rəbbimizin yanındadır. Xoşbəxtlik üçün gördüyün bir işin yaxşı və ya pis olmasını müəyyənləşdirməkdə axirəti nəzərə al. Biz deyirik ki, xoşbəxtlik, səadət o işdir ki, o iş davamlı olsun. Əgər bir iş qısa bir müddət sonra ömrümüzü qaraldırsa, narkomanın həzzi kimi, biz ona xoşbəxtlik demirik, əksinə axmaqlıq deyirik. İndi bizim bir yəqinimiz var, narkomanın sabahına yəqinən bilirik ki, narkomanın sabahki qara günü hansı gündür? Bir ay, 3 ay bilirik, görürük. Bizdən fərqli olaraq bəzi iman gətirmiş qardaşlarımız var. Axirət adlı sabaha yəqinləri var. Özünün axirət dünyasının sabah başlayacağına inanır. Birisi gün başlayacağına inanır. Hazırlığı onadır. Bir arifə deyirlər ki, desələr ki, 3 gün ömrün qaldı. Nə eləyərsən? Deyir ki, mən daha azına hazırlaşmışdım. Yəni 3 gün çox böyükdür. Bütün ömrüm boyu daha az. Ki, mən elə bir gün ölüm mələyi gələcək ki, gedirik. Mən bütün ömrüm boyu ona hazırlaşmışam. 3 gün çox böyük bir müddətdir. Müsəlmanlar axirətə inanır. Sabah onlardan ötürü axirətdir. Bugün elə bir iş görmək istəyirlər ki, sabahlar da firavan olsun, sabah da səadətli olsunlar. Bugünkü davranışlarında axirətdəki sabaha hazırlaşdıqlarını görürük. Zülmün qarşısında dayanırlar. Zülmün qarşısında. Öldürülürlər, döyülürlər, evləri dağılır, amma çəkilmirlər. Çünki zülmə dirənişin sonunda o sabahı görürlər. Biz ölüm görürük, biz son görürük, biz bədbəxtlik görürük. Ay Allah, batdım, mən nə qayıram, uşağım necə olar deyə görürük. Onlar oyanış görürlər, onlar dirilmə görürlər. Yəqin həddi budur. Hər hansı bir işin maddi cəhətdən və dünyəvi baxımdan bizim üçün faydası olsa, bu onu yaxşı adlandırmağımız üçün kifayət deyil. Hər hansı bir iş bugün bizim üçün yaxşıdırsa, maddi olaraq da yaxşıdırsa, biz ona yaxşı iş deməyə tələsməməliyik. Sualı belə qoymalıyıq. Bəs sabah, yəni axirət, həmin iş axirət üçün də faydalıdırmı? Sualı hər zaman onların yanındadır. Və yaxud da bu əlaqədən digər bir nəticə əldə eləyək. Bir işin insanın dünya həyatına xeyri olmasa da, bir iş görür insan, dünya həyatına xeyri yoxdur. Ha hesablayır, görür ki, yox, burada xeyri yoxdur. Dünya həyatına xeyri olmasa da, həqiqi xoşbəxtlikdə payı ola bilər. Necə ki, Kərbəladakılar elə görürdü. Zülmə dirəniş də rahatçılığın axirətə aid olacağına inananların işidir. Kimin axirətə imanı varsa, onlar dirəniş göstərə bilirlər. Və sonda bir hədis deyim, tamamlayayım. Əli əleyhissalam buyurur ki, ən xoşbəxt insan ötəri ləzzəti əbədi ləzzətə görə tərk edənlər. Sual yaranır ki, hər birimizdən ötürü. Bu qapıdan çıxanda bu fikirdən çıxaq. Səndən ötürü ötəri ləzzət nədir, qalıcı ləzzət nədir? Onu müəyyən elə və bu Ramazanın son 4-5 gününü də yaşa. Vəssalamu aleykum.
və alə ibadillahis salihin və rəhmətullahi və bərəkatuh. Salavat zikr edək.